Bəlkə də digər bir sual budur ki, aşağıların nə qədər vecinədir həmin məsələ ortalığa çıxsın. Məsələn, Julian Assange кейsi. Yəni adam UK-də Ekvador səfirliyinə sığındı, bir müddət orada qaldı. Halbuki onun açıqladığı kağızlardan sonra o məlumatı yəqin ki, bütün insanlar bilir ki, yuxarılarla aşağının münasibəti nədir? Çox belə common sense alındı. Hər kəsin xəbəri var. Julian Assange açıqladı və nə dəyişdi ki? Heç bir şey dəyişmədi də. Yəni bunun sonradan gətirəcəyi nəsə olacağı, necə təsir edə bilər hansısa bir həyat formasına, hansısa bir sistem dəyişikliyi ola bilərmi yoxsa yox? Bu bəlkə də heç danışılmalı deyil. Bizə maraqlıdır ki, sadəcə konspirologiya deyəndə hansı situasiya başa düşülür? Tutaq ki, düz dünya biz dedik ki, deyil. Biz dedik ki, siyasi olaraq konspirologiya var, hansı ki açıqlanır. Bura Guy Fawkes və ya Julian Assange əlavə edirik.